Salam. Güvən nəşriyyatının 6 aprel 2025-ci ildə keçirdiyi sınaq imtahanında istifadə edilən coğrafiya sualları. İnari gölü üçün doğru xüsusiyyətləri müəyyən edək. Sayma gölünün yerləşdiyi ölkənin ərazisindədir, şərti doğrudur. Belə ki, bu göllərin hər ikisi Finlandiyadadır. Birinci şərtin verilmədiyi variantları əliyirik. Hind okeanı hövzəsinə aiddir şərti yanlışdır. Şimal buzlu okeanına aid olmalıdır. Artıq üçüncü şərtə baxmasaq da olar, çünki A və B variantlarında üçüncü şərt yoxdur. Bu ələmələr imtahanda abituriyentlərə çox vaxt qazandırır əslində. Yəni, axarsız göl olması şərti yanlışdır. Aid olduğu ölkə iki işıqlama quşağında yerləşir şərti doğrudur. Belə ki, Finlandiyanın qütb dairəsi kəsir. Şirinsuludur şərti doğrudur. Cavab 1, 4, 5 A variantı. Daxili axar sövzənin çayları. Yordan çayı Ölü dənizə töküldüyünə görə daxili axar sövzəyə aiddir. Birinci şərtin verilmədiyi variantları silirəm. Qaşqadərya Aral göl sisteminə aiddir. İkinci şərt doğrudur. Yəni ikinci şərtin olmadığı variantları da silsək. 1, 2, 5. Tarimdə Mərkəzi Asiyada okeana çıxışı olmayan hövzədə yerləşir. B variantı doğru cavabdır. Hindçin yarımadasının sahillərini yuyan su hövzələrindən deyil. Cənubi Çin dənizi Hindçin dənizini yuyur, Benqal körfəzi toxunur. Andaman dənizi Hindçin yarımadasının qərbindədir, Siam körfəzi Hindçin yarımadasının şərqindədir. Sulu dənizi isə böyük Zoнд adalarının arasında olan adalar arası dənizdir. Cədvələ əsasən doğru sıraları müəyyən edək. Norveç, Kanada və Yaponiya alüminium istehsalına görə fərqlənirlər şərti doğrudur. Hətta Yaponiya Avstraliyadan aldığı boksitə görə dünyada lider ölkələrdən biridir. Birinci şərtin verilmədiyi variantları silirəm. Braziliya, Qana, Côte d'Ivoire kakao istehsalına görə fərqlənirlər şərti doğrudur. Bu bitki subekvatoral, tropik və ekvatoral ərazilərin bitkisidir. Birinci və ikinci şərtin hər ikisinin olmadığı variantları silmək olar. Beşinci şərtdə baxırıq. Danimarka, Niderland və İsveçrə südlük və südlük ətlik istiqamətli heyvanlarının inkişaf etmişdir şərti doğrudur. Mülayim zonada yerləşən ölkələrdə südlük ətlik istiqamətli inkişaf edir. Nisbətən isti olan ölkələrdə isə ətlik və ətlik südlük istiqamətli heyvanlarla inkişaf edir. 1, 2, 5 cavab A variantı. 22 dekabrda Günəş hansı adada zenitdə olur? 22 dekabrda Günəş cənub tropikində zenitdə olur və cənub tropiki Madagaskar adasını kəsir. Cavab B variantı. Hansı Asiya xalqları Hind-Avropa dil ailəsinə mənsub deyil? Burada Benqallar Hind-Avropa dil ailəsinə mənsubdur. Birinci şərti silirik. Taciklər və Əfqanlar Hind-Avropa dil ailəsinin İran dil qrupuna aidlər. Deməli, ikinci və beşinci şərtlərdə silə bilərik. Xakaslar Altay dil ailəsinə mənsubdur, Türk dil qrupuna. Tibetlilər Çin-Tibet dil ailəsinə mənsubdur. Evenklər Altay dil ailəsinin Tungus-Mancur dil qrupuna aiddir. Deməli, cavab D variantı. Cədvələ əsasən doğru olmayan sıraları müəyyən edək. Birinci sətirdə qızıl şərti işarəsi verilir. Vecnəli qızıl yatağıdır və Həkəri fiziki coğrafiya rayonunda yerləşir. Birinci şərt doğru olduğu üçün birinci şərti götürmürük. Birinci şərtin verildiyi variantları silirəm. İkinci şərtdə molibden paraqatçay doğru verilib, amma şərri ordubat yox, günlük qapıcı olmalıydı. İkinci şərt yanlış olduğu üçün götürürük. Üçüncü şərtdə Qaradağ mis ehtiyatıdır və Gəncə fiziki coğrafiya rayonunda yerləşir şərti doğrudur və götürmürük. Üçüncü şərtdə silərik. Dördüncü şərtdə alünit yatağı göstərilib. Zəlik alünit yatağıdır, amma Qazaq Qarabağda deyil, Gəncə fiziki coğrafiya rayonu olmalıydı. Dördüncü şərtdə yanlışdır, götürürük. Beşinci şərtdə polimetalın işarəsi verilib. Katexçay yatağı Zaqatal Laçında yerləşir deyə götürmürük. Beşinci şərtdə yanlışdır. Şaxtaxtı Günüt qapıcıqda travertin yatağıdır, amma işarə olaraq kvars qumunun işarəsi verilmişdir. Deməli, 6-cı şərtdə səhv olduğu üçün götürülür A variantı. Xəritə sxeması əsasən bir rəqəmi ilə göstərilən ərazinin iki rəqəmi ilə göstərilən ərazi ilə fərqli xüsusiyyətləri. Bir rəqəmi ilə göstərilən ərazidə
Yay qura keçən mülayim isti iqlim tipidir. 2 rəqəmi ilə göstərilən ərazilərdə isə qışın mülayim keçən yarımsərli quru çöl iqlimdir. Yəni mülayim isti iqlim tipi şərti doğrudur. Cavab B variantı. Xalxal və bu mineral bulaqları hansı fiziki coğrafi vilayətdə yerləşir? Burada fiziki coğrafi vilayət deyil, rayon sözü götürülməli idi. Doğru cavab olaraq Zaqatala Lahıcı götürmək olar. Samur Yalama Milli Parkının yerləşdiyi inzibati rayonun Bəsitçay qoruğunun yerləşdiyi inzibati rayonundan fərqli xüsusiyyəti. Samur Yalama Milli Parkının yerləşdiyi inzibati rayon Xaçmazdır. Bəsitçay qoruğunun yerləşdiyi inzibati rayon isə Zəngilandır. Xəzər sahili mövqeyə malikdir şərti doğrudur. Birinci şərtin verilmədiyi variantları götürmürük. Artıq 3-ə və 4-ə baxa bilərik. Yalnız tektonik çökmə zonasında yerləşir şərti də doğrudur. Belə ki, bu ərazi Ön Qafqaz tektonik çökməsində yerləşir. Bəsitçayın olduğu yerin bir hissəsi Ön Qafqaz, bir hissəsi Kürdağra çökəkliyində, bir hissəsi isə Kiçik Qafqaz tektonik qalxmasında yerləşir. Cavab Y variantı. Maşınqayırma məhsullarının istehsalında rolu daha çox olan inkişafda olan ölkələr. Bura biz Çini, Argentinanı və Braziliyanı daxil eləyə bilərik. Cavab B variantı. Aşağıdakı xüsusiyyətlərin aid olduğu ölkənin Əlcəzairdən fərqli xüsusiyyətlərini müəyyən edək. BRICS ölkəsidir. BRICS ölkələri Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika Respublikalarıdır. İnkişaf etmiş ölkələr qrupuna daxildirsə, bu ölkələrin yalnızca Cənubi Afrika Respublikası inkişaf etmiş ölkədir. Əhalinin təbiatının ikinci tipi səciyyəvidir. Dünyanın ikinci mühüm hündür şəlaləsi, yəni Tugela şəlaləsi 947 metrdən Cənubi Afrika Respublikasında yerləşir. Aralıq dənizi iqlim tipi yayılmışdır. Həm Əlcəzairdə, həm də Cənubi Afrika Respublikasında. Birinci şərti götürmürük. Birinci şərti elədik. İki işıqlama qurşağında yerləşir şərti hər iki ölkəyə aiddir. Belə ki, hər ikisini tropik xətt görür. Deməli, ikinci şərt ortaqdır deyə götürmürük. Anklav ölkə ilə həmsərhəddir. Cənubi Afrika Respublikasının sərhədləri daxilində Lesotho anklavdır. Materikin ucqar nöqtələrindən biri, yəni cənub ucqar nöqtəsi İynəburnu burada yerləşir. 3, 4 və neft və təbii qaz ehtiyatları daha məhduddur. Əlcəzairə nisbətən daha məhduddur. Cavab 3, 4, 5. Cədvələ əsasən doğru sıraları müəyyən edək. İnzibati rayon mərkəzi deyil. Şirvan inzibati rayon mərkəzi deyil. Mingəçevir inzibati rayon mərkəzi deyil. Xankəndi inzibati rayon mərkəzi deyil. Olduğu halda burada mənfi qoyulmağı bu şərtin yanlış olduğunu göstərir. Birinci şərtin verildiyi variantları əliyirik. Mülayim isti iqlim tipində yerləşir şərti. Şirvan və Mingəçevir şəhərləri qışı mülayim keçən yarımsərli quru çöl iqlimindədir. Xankəndi isə qışı quraq keçən mülayim isti iqlim tipindədir. Deməli, ikinci şərt doğrudur. İkinci şərtin verilmədiyi D variantını da silirəm. Kürdağra çökəkli vilayətində yerləşir. Şirvan və Mingəçevirdə bu şərt doğru olduğu halda Xankəndində yanlışdır və hər 3 işarə doğru göstərilmişdir. Üçüncü şərti də götürə bilərik. Cavab C variantı. 5-ə baxaq. Şəhər ətrafı ərazilərdə neft və qaz hasil edilir şərti Xankəndi üçün doğru olmadığı halda müsbət qoyulub, deməli bu şərtdə yanlışdır. Tərtər və Türyan çayın fərqli xüsusiyyətləri müəyyən edək. Qidalanmalarında yeraltı suların üstünün təşkil edilməsi hər iki çay üçün doğru variantdır. A-nı götürmürük. Transsərhəd çay deyil şərti doğru variantdır. Heç biri transsərhəd çay deyil. Mənsəbində yarımsərli quru çöl iqlim tipi yayılmışdır. Tərtər çay və Türyan çay Kürün qolları olduqlarına görə, birbaşa qolları olduqlarına görə mənsəblər yarımsərli quru çöl iqlimindədir. Hövzəsində Yura və Tabaşir dövrlərinin çöküntüləri yayılmışdır şərti ortaqdır. Belə ki, hər iki çay Böyük və Kiçik Qafqazın mezoy yaşlı süxurlarının olduğu ərazilərdən axır. Şirvan düzündə kürə tökülmələri şərti isə Tərtər çay üçün doğru deyil. Cavab Y variantı. Qərb yarımkürəsinin şəhər aglomerasiyaları müəyyən edək. Qərb yarımkürəsi soruşulduğuna görə Osaka şərqdə olduğuna görə götürmürük. Seul şərqdə olduğuna görə götürmürük. Paris şərqdə olduğuna görə götürmürük. D variantında isə bütün variantlar şərti ödəyir. Y variantında Mumbay şərqdə yerləşir, götürmürük. Cədvələ əsasən doğru sıraları müəyyən edək.
Böyük Xinqan cavan qırışıq dağdır şərti yanlışdır. Birinci şərti silərik. Artıq 3 ilə davam edə bilərik. Atlas zəngin fosfor tetretinə malikdir və bir neçə ölkənin arasında yerləşir şərti doğrudur. Üçüncü şərt doğrudursa D variantında eləmək olar. 4-ə baxırıq. Pamir Fetçenko buzlağı yerləşir doğrudur. Çində onun zirvəsi Kongur, Tacikistanda isə İsmail Somonov 2-dir. Doğrudur. Apalaç dağları Şimali Amerikanın ən nəhəng daş kömür hövzəsi burada yerləşir. Mülayim və subtropik iqlim qurşaqlarında yerləşir şərtləri də doğrudur. Cavab C variantı. Aşağıda verilmiş əlamətlər hansı təbii zonaya aiddir? Zonalara. Avrasiyada Rusiyanın cənubu, Qazaxıstan, Monqolistan və Çinin şimalını əhatə edir. Şimali Amerikada meridian istiqamətində ABŞ və Kanada mərkəzi hissələrində yerləşir. Taxılçılıq və maldarlıq inkişafı üçün geniş imkanlara malikdir şərti çöl və meşə çöllərə aid edilə bilər. Exolotdan göndərilən səs siqnalının gedib qayıtma müddəti 4,4 saniyədirsə, deməli getmə üçün 2,2 və qayıtma üçün 2,2 saniyə vaxt tələb olunmuşdur. Exolotdan göndərilən səs siqnalı da saniyədə 1500 metr qət elədiyini nəzərə alsaq, cavabımız olacaq 3300 metr. Su erozyon və akumulativ relief formasını müəyyən eləyək. Troq dərəsi buzlaq mənşəli relief formasıdır. Gətirmə konusu isə çayların dağdan düzənliyə keçdiyi yerdə su erozyon və akumulativ relief formasıdır. B variantı doğrudur. Düyunlar küləklərin fəaliyyətidir, barxanlar küləklərin fəaliyyətidir, sirklər buzlaqların fəaliyyətidir. Avrasiyada yerləşən səhralardan deyil. Tar səhrası Hindistanın şimal-qərbində yerləşir. Arava səhrası İsraildə yerləşir. Gobi səhrası Çin-Monqolistan sərhədində yerləşir. Kalahari səhrası isə Afrikada yerləşir. Nisbi rütubətli 75% olan 1 kubmetr havanın su buxarı ilə doyma həddinin 30 qram olduğunu nəzərə alsaq, mütləq rütubətli hesablayaq. 30 qramın doyma həddi olduğunu nəzərə alsaq, 30 qram 100% olacaq. 30 qramın 75% isə 22,5 qram olacaq. Xəritə sxemə əsasən hansı bəndin doğru olmadığını müəyyən edək. 1 və 7 rəqəmlərlə verilən ölkələrin geotermal elektrik stansiyalarının fəaliyyət göstərməsi. 1 İslandiya, 7 isə İtaliyadır. Bu doğru variantdır və onu götürmürük. 2 və 3, yəni Portuqaliya və İspaniya ölkələrinin əhalinin çoxu Roman dil qrupuna mənsubdur şərti doğrudur. 8 və 10, yəni Polşa və Ukrayna iri kartof istehsalçılardır şərti doğrudur. 4 və 5, yəni Belçika və Avstriya federativ respublikalardır şərti isə yanlışdır. Belə ki, Belçika federativ monarxiyadır. D variantı doğrudur. 2024-cü ildə Şəmkir İnzibati rayonunun əhalisinin ümumi sayı 217 min nəfər olmuşdur. Həmin il urbanizasiya səviyyəsi 34%, rayonun qəsəbələrində yaşayan əhalinin sayı 32.780 nəfər olub. Şəmkir şəhərinin əhalisinin sayını tapaq. Əvvəlcə biz ümumi urbanizasiya səviyyəsini tapmalıyıq. Yəni 217 min nəfərin 34%-i eləyəcək 73.780 nəfər və qəsəbələrdə də yaşayan əhalinin 32.780 nəfər olduğunu nəzərə alsaq, 73.780-dən 32.780-ni çıxsaq, sadəcə Şəmkir şəhərinin əhalisinin 41.000 nəfər olduğunu taparıq. Şərti də 1000 nəfərdən soruşduğuna görə 41 rəqəmini yazmaq kifayət eləyər. Doğru sıraları müəyyən edək. Çelüskin burnu Taymır yarımadasında yerləşir. İğnə burnuna subtropik iqlim qurşağında yerləşdiyinə görə yayda tropik, qışda mülayim hava kütlələri gəlir. 1-2. Rasxafon ekvatorial deyil, subekvatorial iqlim qurşağında yerləşir. Byron Avstraliyanın ucqar qərb deyil, şərq ucqar nöqtəsidir. Frauert Cənubi Amerikanın Magellan boğazı sahilində yerləşən cənub ucqar nöqtəsidir. Cavab 1-2-5. İnkişaf etmiş ölkələr qrupuna ən son daxil olmuş ölkələr Koreyadır, Kiprdir və Singapurdur.
Sxemə əsasən A nöqtəsində havanın temperaturu -2,3, B nöqtəsində isə 9,5 dərəcə olduğunu bilərək kəsmə yüksəlinin hündürlüyünü tapaq. Aralarında 7,2 dərəcə Selsi hündürlük fərqi olan iki məntəqənin arasında 1200 metr hündürlük olduğunu bilirik. Belə ki, 1000 metrə 6 dərəcədirsə, 7,2 dərəcəmiz 1200 metr eləyər. Və 4 dənə kəsmə yüksəkliyinin olduğunu nəzərə alsaq, 1200-ü 4-ə bölsək cavabımız eləyəcək 300. Uyğunluğu müəyyən eləyək. York yarımadası, Kamçatka yarımadası, Florida yarımadası. Dünyanın ən böyük boksit hasilatı rayonu yerləşir şərti York yarımadasına aid olar. Birinciyə A. Mississippi çayının mənsəbi yerləşir şərti bu iki variantdan, bu üç yarımadadan heç birinə aid deyil. Fəaliyyətdə olan vulkanlar mövcuddur şərti Kamçatka yarımadasına aid olar. 2-yə C. Sahilləri iki okean suları ilə yuyulur şərti York yarımadasına aid olar. 1-ə D. Və Amerika Birləşmiş Ştatlarına məxsusdur şərti Florida yarımadasına aid olar. 3-ə Y. Coğrafi uzunluğu 80 dərəcə qərb uzunluğu olan okean sahilindəki A məntəqəsindən hərəkətə başlayan səyyah şərq istiqamətində hərəkət edərək uca dağları aşmış və müəyyən müddət sonra B məntəqəsinə çatmışdır. Ona məlum idi ki, hərəkət etdiyi coğrafi enlikdə il ərzində gecə ilə gündüzün uzunluqları bərabər olur. Səyyah müəyyən etdi ki, çatdığı məntəqənin coğrafi uzunluğu 51 dərəcə qərb uzunluğudur və burada materikin ən böyük çayının mənsəbi yerləşir. Səyyahın hərəkət etdiyi materiki A və B məntəqələrinin hansı okean sahilində yerləşməsini və səyyahın neçə kilometr məsafə qət etdiyini müəyyən edək. Gecə ilə gündüzün uzunluğunun bərabər olduğu enlik ekvatoral ərazidir və qərb yarımkürəsində yerləşdiyini nəzərə alsaq, söhbət Cənubi Amerikadan gedir. Okeanlar qərb hissəsində sakit, şərq hissəsində isə Atlantik olar və qət olunan məsafə ekvator üzərində 29 dərəcə olduğunu nəzərə alsaq, 3219 kilometr məsafədən söhbət gedir. Səyyahın aşdığı uca dağların mənsəbinə çatdığı çayın və bu çayın ən uzun qolunun adını yazaq. Səyyahın aşdığı dağlar Ant dağlarıdır. Mənsəbinə çatdığı çay Amazondur. Və onun ən uzun qolu Rio Negro qoludur. A və B məntəqələrinin yerləşdiyi saat qurşağını və materikin ən böyük çayının mənsəbinin yerləşdiyi ölkəni müəyyən edək. A məntəqəsi 80 dərəcə qərb uzunluğunda, B məntəqəsi isə 51 dərəcə qərb uzunluğunda yerləşirdi. Məntəqənin hansı saat qurşağında yerləşdiyini tapmaq üçün onun coğrafi uzunluğunu 15-ə bölərik. Qalıq 7,5-dən böyük olarsa qismətin üzərinə 1 gələrik. Əgər məntəqə qərb yarımkürəsindədirsə, onu 24-dən çıxarıq şərti hər kəsə məlumdur. 80-i 15-ə bölsək cavabımız 5, 75. Qalığımız 7,5-dən kiçik olduğuna görə qismət olduğu kimi qalır, yəni 5. 24-dən də 5-i çıxanda A məntəqəsi olur 19-cu saat qurşağında. 51 dərəcə qərb uzunluğu 51-i bölərik 15-ə 3 dəfə 45, qalığımız 6, 3 olduğu kimi qalır. 24-dən 3-ü çıxanda eləyir 21. Bu şərtləri 19-cu və ya 21-ci şəklində də yazmaq olar. Çayın mənsəbinin yerləşdiyi ölkə Braziliyadır.